Salam uşaqlar, uşaqlar bugünkü demək dərsimiz beynəlxalq təşkilatlarla bağlı sual olacaq. Başlayaq. Birinci sual bildiyimiz beynəlxalq təşkilatlar hansıdır uşaqlar? Əsas daha çox belə deyək, təşkilatlar daha çox İkinci Dünya müharibəsindən sonra demək yaranmış təşkilatlar biz deyəcək uşaqlar. Yəni əvvəlki dövrlərdə beynəlxalq səviyyədə təşkilatlar olmayıbdı, ciddi təşkilatlar olmayıb. Daha çox İkinci Dünya müharibəsindən sonra yaranmış beynəlxalq təşkilatlar var uşaqlar. Düzülüsü konferanslar var. Konferanslar ayrı bir şeydir, təşkilat ayrı bir şeydir uşaqlar. Deməli başlayaq. Uşaq birinci BMT çağırılır. 1945-ci ildə uşaqlar Birləşmiş Millətlər Təşkilatının yaranması deyirik. İkinci Dünya müharibəsindən sonra yaranmış ən böyük təşkilatın biri sayılır. Demək, Birləşmiş Millətlər Təşkilatı San Francisco sülh müqaviləsindən sonra uşaq yaranmış olur və bu təşkilata yazaq bura uşaqlar San Francisco uşaqlar. Francisco. Demək konferansında rəsmi olaraq Birləşmiş Millətlər Təşkilatının yaranması var. Bu təşkilatların biz vəsnəmətdə oxunmuşuq. Azərbaycan Respublikasına vaxt daxil olub. 1992-ci il mart ayının 2-sində Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatına daxil olmuş olur. Həmən daxil olmaqda prezidentimiz Ayaz Mütəmmimov olmuşdur. Gəldim şu an ondan sonra deməli təşkilatlara davam edək. 1949-cu ildə NATO təşkilatı yaranmışdır. NATO, daha doğrusu Amerikanın və Avropa Cəmiyyəti təşkilatı, Amerika əslində burada başda durur. Təşkilat 1949-cu ildə bu təşkilatın yaradılmasının məqsəd SSR-yə qarşıdır. Bəs NATO'ya qardaş Türkiyə dövlətinin daxil olması var, bir de bizim daxil olmamız var. Türkiyə NATO'nun içərisində daxil olur. 1952-ci ildə uşaqlar Türkiyə dövləti rəsmi olaraq NATO'ya daxil olacaqlar. 1952-ci ildə və Türkiyənin NATO daxil olmasının şərti var idi. Koreya müharibəsində iştirak etmək şərti ilə bu müharibəyə qoşula bilərdi. Həmin vaxtda Türkiyənin baş naziri Adnan Menderes, Türkiyə prezidenti Cəlal Bayar olmuşdur. Bəs Azərbaycan NATO daxil olmuşlar. Daha doğrusu biz NATO daxil deyilik uşaqlar. Biz NATO daxil deyilik. NATO'nun bəzi proqramlarını işləşdirmişik. Burada qeyd edin uşaqlar, siyasətləsin. Azərbaycan Respublikası uşaqlar. Respublikası. Azərbaycan Respublikası demək NATO'nun belə deyək. Proqramlarını biz işləşdirmişik. Biz NATO daxil deyilik uşaqlar. Birinci demiş buradan qeyd edeyim sizə mən. 1994-cü il demiş biz NATO'nun sülh namili uşaqlar proqramına qoşulmuş oluruq. 1994-cü ildə həmin vaxt prezidentimiz Heydər Əliyev idi və 2002-ci ildə uşaqlar biz deməli NATO'nun asosiallaşmış üzvü daxil uşaqlar. Yəni biz NATO daxil dedik, amma NATO'nun bəzi proqramlarına qoşulmuşuq, sülh naminə və asosiallaşmış üzvü olmuşuq. Gəldik 1949-cu ildə uşaqlar yaradılıb deməli qarşılıqlı iqtisadi yardım şurası demiş uşaqlar. Bunu yaradan SSR-dir. Bu iqtisadi təşkilat əslində hərbi təşkilat deyil. Bunu yaradan demək kimdir? SSR yaratmışdır. Və gəldik uşaqlar 1955-ci ildə Varşava müqavilə təşkilatı uşaqlar. Bunu da yaradan SSR-dir. Bu təşkilat hərbi təşkilatdır. Bu NATO-ya qarşı yaradılmış təşkilat sayılır. Varşava müqavilə təşkilatı uşaqlar. Gəldik ondan sonra demək uşaqlar, təşkilatların demək 1957-ci ildə uşaqlar. Avropa İqtisadi Birliyi yaradılır. Avropa İqtisadi Birliyi 1957-ci ildə Avropa üzərində bir ittifaq şəkil edir. Burada bir də bu vurğulayan bir dənə bu xüsusiyyətdən qeyd. 1973-cü il uşaq deməli Böyük Britaniya bura daxil olur 1973-cü ildə. 2020-ci ildə isə uşaqlar, 2020-ci ildə Brexit, daha sonra Brexit şurasını deyək. Brexit planı görürsünüz uşaqlar buradan çıxmış olur. Böyük Britaniya uşaqlar 73-də gedir, 2020-də çıxır. Çıxma səbəbi odur ki, Avropa ölkələri belə deyək, Böyük Britaniya iqtisadi cəhətdən geri salır. Belə anlayış var idi. 1961-ci ildə yaranmış demiş olan təşkilat qoşulma hərəkatı demişdik. Onu orada izah edilmişdi soyuq müharibə dövründə. 1961-ci ildə qoşulma hərəkatı və bu hərəkata biz nə vaxt daxil oluruq? 2011-ci ildə isə Azərbaycan Respublikası bu təşkilatlar qoşulmuşdur. Gəldik şu an demək ATM yaranması 1975-ci il şu an demək Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müqaviləsi yaranması uşaqlar 1975-ci ildə və bu təşkilat demiş olar biz deməli daxil oluruq 1992-ci ildə Azərbaycan Respublikası bu təşkilat demək daxil olmuşdur 92-ci ildə. ATM yaranması olan deməklik qoşulma mərcədə Avropa İqtisadi Birliyi yaranması və
Demiş olaraq gəldik, ondan sonra əslində belə baxanda əsas uşaq təşkilatları bundan ibarətdir, yadınızda qalsın. NATO'dur, BNT, NATO, Qarşı İqtisadi Yığılmışası, Varşava Müqavilə Təşkilatı, Avropa İqtisadi Birliyi, Qoşulma Hərəkatı və ATƏM-in yaradılması uşağı deyilik. Başqa hansı uşaq təşkilatları var, onları kommentləmiş olsanız qeyd edərsiniz. Hansıları var idisə, ələvələr varsa, onları da qeyd edib, deməli, bilgilərinizi daha təşkilləşdirə bilərik uşaqlar. Təşkilatlarımız bundan ibarətdir. Beynəlxalq səviyyədə yaranmış təşkilatlardır. Daha sonra dediyimiz kimi, 2. Dünya müharibəsi sonra yaranmış təşkilatlar sayılır və Azərbaycan daxil olması, Türkiyənin daxil olması. Bir də bir dənə xatırlatma, bir dənə vurğulayım. Biz NATO daxil deyilik. Biz NATO'nun sadəcə bəzi proqramlarında üzvü uşaqlar iştirak etmiş olur uşaqlar. Bu qədər uşaqlar, inşallah bu qeydlərimizi götürək, yalnız saxlayaq, imtihanda bunlarla bağlı suallar qabağımıza çıxa bilər. Oldu, sağ olun.